Salam, axşamınız xeyir, hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində deməli Cavadxan qəsəbəsində, yəni avtozavodda bax qarşıda gördüyünüz 4,6 sot torpaq satılır. Sənəddə 4 sotdur. Sənədi sərəncamdır, arxiv arayışı var, peykdən görünüşü var. Bax bu torpaqdır. Yəni yenidən torpaq sahəsinin ətrafını göstərirəm. Deməli bu torpaq sahəsi avtozavod yolunda yerləşən svetofordan, yəni Oba marketin yanında olan svetofordan bu torpaq sahəsinə qədər olan məsafə 250-300 metr məsafədir. Gördüyünüz kimi ətrafda çoxlu sayda yaşayış var. Bax, yenidən torpaq sahəsinin ətrafını göstərirəm. Qiymətin 19.000 manatdır. Torpaq tökmə deyil. Hal-hazırda bax, siz yenidən bu torpağın özünü görürsünüz. Bu qarşıda gördüyünüz torpaq sizə ətrafdan gətirilmiş torpaqdır. Yəni bir balaca, harca bir 20-30 sm olan torpaqdır. Yenidən torpaq sahəsinin ərazisini göstərirəm. Dediyim kimi 20-nin 23-ədir. Qiyməti 19.000 manatdır. Qiymətində razılaşma olmalıdır. İndi isə torpaq sahəsinin ətrafını göstərirəm. Bax belə. Torpaq sahəsi buradır. Tökülmüş bir maşın çaydaş tökülüb. Yəqin ki, görmək mümkündür. Sizlərə uğurlar.